Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə coğrafiyadan növbəti sınavımızın izahına baxacağıq. Deməli, bizə ilk sualımızda deyir ki, ölkələrin yaranması, siyasi xəritənin formalaşması, sərhədlərin dəyişməsini öyrənən elm sahəsi və onun aid olduğu sahəni müəyyən edin. Təbii ki, burada söhbət adından da məlum olduğu kimi siyasi coğrafiyadan gedir. Və burada iki cavabda siyasi coğrafiya görə bilərik. Siyasi coğrafiya, təbii ki, bildiyimiz kimi siyasi coğrafiya deməli, iqtisadi və sosial coğrafiyanın yeni sahəsidir. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. İkinci sualımıza baxaq. Yer səthində həqiqi sahəsi 1800 kvadrat kilometr olan gölün miqyası 1 bölünsün 1.500.000 olan miqyaslı xəritədə tutduğu sahəni hesablayın. Deməli, biz miqyaslı sahə düsturundan bilirik ki, həqiqi sahəni tapmaq üçün xəritə üzərindəki sahəni miqyasın kvadratına vurmaq lazımdır. Buradan bizə xəritə üzərindəki sahəni tapmaq tələb olunur. Ona görə xəritə üzərindəki sahə bərabər olacaq. Həqiqi sahə bölünsün miqyasın kvadratına. Buradan da həqiqi sahəmiz 1800-dür. Xəritə üzərindəki sahəmiz, demək, miqyasımız daha doğrusu, buradan 5 sıfır atdıqda 15-in kvadratı. Və 1800-ü 15-in kvadratı, yəni 225-ə bölsək, təbii ki, cavabımız 8 cm kvadrat olar. Ona görə sualımızın düzgün cavabı Y bəndi. Növbəti sualımıza baxırıq. Deyir ki, eyni meridian üzərində yerləşən A məntəqəsi 60 dərəcə şimal enliyində, B məntəqəsi isə 10 dərəcə cənub enliyində yerləşir. A məntəqəsinin B-dən hansı azimutda, B-nin isə A-dan hansı istiqamətdə yerləşdiyi müəyyən edin. Biz bu cür tapşırıqları yazmaq üçün ilk öncə yer kürəmizi çəkək, ekvatorumuzu qeyd edək, qrinviçimizi qeyd edək və 60 dərəcə şimal enliyində yerləşsin A məntəqəsi. Deyək ki, burada yerləşsin A məntəqəsi və B məntəqəsi isə 10 dərəcə cənub enliyində yerləşir. B məntəqəsi 10 dərəcə cənub enliyi, buraya yazaq B məntəqəsi. İndi bizə ilk öncə deyir ki, A məntəqəsinin B-dən hansı azimutda? Yəni, B-dən baxdıqda A haradadır? Şimalda. Şimalın da azimutu, baxın, bura B, bura A. B-dən baxanda A şimaldadır. Yəni, şimalın azimutunu istəyir. Şimalın azimutu da 0 dərəcəli azimutdur və deyir ki, həmçinin B-nin isə A-dan hansı istiqamətdə yerləşdir müəyyən edin. Təbii ki, A-dan baxdıqda isə B cənub istiqamətində qalacaqdır. Ona görə sualımızın düzgün cavabı A B-dən 0 dərəcəli azimutda, B isə A-dan cənub istiqamətində yerləşir. Sualımızın düzgün cavabı C bəndi. Dördüncü suala baxaq. Deyir ki, ekvator üzərində 10 dərəcə şərq uzunluğu ilə 40 dərəcə qərb uzunluğu arasında xəritə üzərindəki məsafə miqyası 1 bölünsün 10 milyon olan xəritədə 50 cm kimi göstərilmişdir. Təhrifin nə qədər olduğunu hesablayın. Biz təhrifin nə qədər olduğunu hesablamaq üçün ilk öncə verilmiş məntəqələrin belə deyək, koordinat sistemi ilə hesablayıb aralarında nə qədər məsafə olduğunu tapaq. Demək, 10 dərəcə biri şərq, biri qərb uzunluğunda yerləşdiyi üçün bunlar arasındakı dərəcə fərqini tapmaq üçün toplayarıq. Eləyər 50 dərəcə. Və ekvator üzərində 1 dərəcəli qövsümüzün uzunluğunun təqribən 111 km olduğunu bilərək, bunu 111-ə vursaq, 5550 km olduğunu taparıq. Yəni, biz koordinat sistemi ilə hesablayan zaman görürük ki, bu məntəqələr arasında məsafə 5550 km-dir. Lakin miqyasla hesablayanda fərqli bir rəqəm alınacaq. Yəni, həqiqi məsafəmiz bərabərdir. Xəritə üzərindəki məsafə vurulsun miqyasa. Buradan da həqiqi məsafəmiz bərabərdir. Xəritə üzərindəki məsafəmizin 50 cm olduğunu verib, miqyasdan da 5 sıfır atarıq, 100 qalar və həqiqi məsafənin 5000 km olduğunu müəyyən edə bilərik. Yəni, koordinat sistemi ilə hesabladıqda bu məsafənin 5550 km, lakin miqyas düsturundan hesabladıqda isə 5000 km olduğunu müəyyən etdik. Yəni görək nə qədər fərq yarandı, nə qədər təhrif yarandı. 5550 km-dən 5000 km çıxsaq, 550 km fərqin yarandığını müəyyən edə bilərik. Ona görə də təhrifimiz nə qədər oldu? 550 km. Növbəti sualımıza baxaq. 21 mart tarixində
günorta vaxtı günəş şüalarının 50 dərəcə bucaq altında düşdüyü şimal və cənub enlikləri arasındakı məsafə xəritə üzərində 20 sm kimi göstərilmişdir. Həmin xəritənin miqyasını tapın. Baxın, biz bilirik ki, 21 martda günəş dünyanın tam mərkəzi olan ekvator üzərində olur. Günorta vaxtı, yəni tam 90 dərəcə bucaq altında düşür. Bəs gəlin görək, hansı məntəqəyə günəş 50 dərəcə bucaq altında düşər? Təbii ki, bildiyimiz kimi, ekvatora əgər günəş 50 dərəcə bucaq altında düşürsə, daha doğrusu 90 dərəcə bucaq altında düşürsə, 50 dərəcə bucaq altında ekvatordan 40 dərəcə daha, belə deyək də, kənarda, daha uzaqlıqda yerləşən enliklərə düşə bilər. Bu da 40 dərəcə şimal enliyi və 40 dərəcə cənub enliyi olduğunu müəyyən edə bilərik. Və yaxud da düsturumuzdan istifadə edib 90 çıxılsın 50 yazsaq, təbii ki, bunun 40 dərəcə şimal enliyi və 40 dərəcə cənub enliyinin olduğunu rahatlıqla müəyyən edə bilərik. İndi, gəlin burada bir məsələyə diqqət yetirək. Bu məntəqələr arasında biz məsafəni hesablasaq, biri şimal, biri cənubda yerləşdiyi üçün aralarında 80 dərəcə fərq var. 80 dərəcəni də biz kilometrə çevirəndə 111-ə vurarıq. Çünki meridian üzərində hesablayırıq. 8880 kilometr olduğunu tapdıq. Yəni, bu məntəqələr arasında həqiqi məsafənin 8880 kilometr olduğunu müəyyən etdik. İndi deyir ki, xəritə üzərində bu məsafə 20 sm olarsa, həmin xəritənin miqyasını tapın. Biz bilirik ki, yəni düsturumuz belədir. Həqiqi məsafə bərabərdir. Xəritə üzərindəki məsafə vurulsun, miqyas. Həqiqi məsafəmizi yerinə yazdıq 8880. Xəritə üzərindəki məsafəmizə yazdıq 20 və miqyasımızı qeyd etdik. Buradan da təbii ki, miqyasımızın 8880-i 20-yə bölsək, miqyasın 444 kilometr olduğunu müəyyən edərik. İndi bunu da biz təbii ki, miqyas formasında yazsaq, yazarıq ki, 1 bölünsün 444, arxasına da santimetrə çevirmək üçün 100 minə vurarıq. Yəni 5 sıfır əlavə edərik və düzün cavabın B bəndi olduğunu müəyyən etmək olar. Növbəti suala baxaq. Deyir ki, 60 dərəcə şimal enliyində yerləşən Oslo şəhərinə müvafiq olaraq günəş şüalarının maksimum və minimum düşmə bucağını hesablayın. Gəlin hesablayaq. Deməli, ilk öncə yenə də yer kürəmizi qeyd edirik. Günəşin zenitdə olduğu məntəqələri qeyd edirik. 23,5 dərəcə şimal enliyi, 23,5 dərəcə cənub enliyi və bunların arasında olan istənilən məntəqədə, yəni tropik işıqlanma qurşağında günəş zenitdə ola bilər. Və Oslo şəhəri də təbii ki, 60 dərəcə şimal enliyində yerləşir. 60 dərəcə şimal enliyi olsun Oslo. Gəlin ilk öncə baxaq görək Osloya günəşin maksimum düşmə bucağı nə vaxt olar? Oslo təbii ki, Norveçin paytaxtıdır və şimal yarımkürəsində yerləşir. Ona görə Norveçə günəş şüalarının düşmə bucağı ən çox nə vaxt ola bilər? Təbii ki, günəş 23,5 dərəcə şimal enliyində zenitdə olduqda. Yəni ki, yay gün dönümündə. Bizim də düsturumuz belədir. 90 çıxılsın A plus minus B. İndi maksimum düşmə bucağını tapmaq üçün 90 çıxılsın. Verilmiş məntəqə, A burada verilmiş məntəqənin coğrafi enliyidir. Yəni verilmiş məntəqənin coğrafi enliyi 60 dərəcə şimal enliyidir. Günəşin zenitdə olduğu məntəqə isə yay gün dönümündə 23,5 dərəcə şimal enliyidir. Bunların hər ikisi eyni yarımkürədə yerləşdiyi üçün çıxmalıyıq. Və 90-dan 60-dan 23,5 çıxdıqda 36,5 edər. Üzr istəyirəm, bəli, 36,5 edər. 90-dan da 36,5 dərəcə çıxsaq, 36,5. Cavabın 53,5 dərəcə olduğunu taparıq. Yəni, tapdıq ki, Bakıya, daha doğrusu Norveçə, yəni Oslo şəhərinə günəşin maksimum düşmə bucağı 53,5-dir. Minimum düşmə bucağı isə günəş cənub tropik üzərində zenitdə olduqda, yəni ki, qış gün dönümündə baş verər. Bu zamanda 90 çıxılsın, 60 plus 23,5 taparıq. Buradan da 90-dan 83,5 çıxsaq, cavabın 6,5 dərəcə olduğunu müəyyən edirik. Bu da minimum düşmə bucağı oldu. Ona görə də Oslo şəhərinə günəşin maksimum düşmə bucağının 53,5 dərəcə, minimum düşmə bucağının isə 6,5 dərəcə olduğunu müəyyən edə bilərik. Yəni ki, sualımızın düzgün cavabı B bəndi. Növbəti sualımıza baxaq. Bizə deyir ki, uyğunluğu müəyyən edin. Mülayim işıqlanma qurşağı, tropik işıqlanma qurşağı. Demək, gəlin görək hansı əlamətlər mülayim işıqlanma qurşağına, hansı tropik, hansı da qütb işıqlanma qurşağına aiddir.
İlk öncə qeyd edir ki, gecə-gündüzün adi növbələşməsi pozulur. Gecə-gündüzün adi növbələşməsi təbii ki, qütb işıqlanma qurşağında pozulur, çünki burada qütb gecə-gündüzləri baş verir. Fəsillərin aydın müşahidə edilməsi. Fəsillər aydın müşahidə edilir yalnız və yalnız mülayim işıqlanma qurşağına. Çünki burada günəşin il ərzində düşmə bucağı dəyişir. Yəni həm çox, həm də az ola bilir. Ona görə fəsillər aydın müşahidə edilə bilir. Azərbaycan bu işıqlanma qurşağında yerləşir. Təbii ki, Azərbaycan mülayim işıqlanma qurşağında yerləşir. Günəş il boyu bu işıqlanma qurşağında zenitdə olur. Biz bilirik ki, təbii ki, günəş tropik işıqlanma qurşağında zenitdə olur və fəsillər aydın müşahidə olunmur, lakin gecə-gündüzün adi növbələşməsi baş verir. Bu da tropik işıqlanma qurşağıdır. Yəni tropik işıqlanma qurşağında günəşin il boyu düşmə bucağı böyük olduğuna görə daha doğrusu burada fəsilləri aydın müşahidə etmək olmur, lakin qütb gecə-gündüzü olmur. Yəni gecə-gündüzün adi növbələşməsi baş verir. D və Y bəndi isə təbii ki, tropik işıqlanma qurşağına aid olacaqdır. 8-ci sualımıza baxaq. Şimal tropiki ilə şimal qütb dairəsi üzərində qütb ulduzunun görünmə bucaqları arasında neçə dərəcə fərq var? Biz bilirik ki, qütb ulduzu yalnız şimal yarımkürəsində görsənir və hər bir coğrafi enliyə belə deyək, öz bucağı altında qədər görünür. Şimal tropiki 23,5 dərəcə şimal enliyindən keçir, biz bilirik. Yəni burada qütb ulduzunun görünmə bucağı da elə 23,5 dərəcə olacaq. Şimal qütb dairəsi isə 66,5 dərəcə şimal enliyindən keçir. Yəni qütb dairəsində də günəş şüalarının daha doğrusu qütb ulduzunun görünmə bucağı 66,5 dərəcə olacaq. Və biz təbii ki 66,5-dən 23,5-i çıxsaq cavabın 43 dərəcə olduğunu müəyyən edə bilərik. Sualımızın düzgün cavabı A bəndi. Bizə qeyd edir ki, Bakı şəhərinə günəşin maksimum və minimum düşmə bucağı arasındakı fərqi hesablayın. Yenə də Bakı deməli 40 dərəcə şimal enliyində yerləşdiyi üçün baxın yenə də bayaqki kimi günəşin zenitdə olduğu məntəqələri qururuq və 23,5 dərəcə cənubi enliyi, yəni günəş bu aralıqda zenitdə olur. Bakı şəhəri də 40 dərəcə şimal enliyində yerləşir. Bakı şəhəri 40 dərəcəli şimal enliyində yerləşdiyi üçün Bakıya ən çox günəşin düşmə bucağı yay gün dönümündə olar. Yəni ki, günəş 23,5 dərəcə şimal enliyində zenitdə olduqda. Ona görə də düsturumuz belədir. 90 çıxılsın 40 minus 23,5 və buradan ala bilərik ki, günəşin maksimum düşmə bucağı 73,5 olar. Minimum düşmə bucağı isə 90 çıx 40 plus 23,5. Buradan da minimum düşmə bucağının 26,5 dərəcə olduğu müəyyən edərik. Bu oldu minimum. İndi bizə deyir ki, maksimum və minimum düşmə bucağı arasındakı fərqi tap. Təbii ki, maksimum düşmə bucağı 73,5, minimum düşmə bucağı isə 26,5 dərəcə oldu. Və 73,5-dən də 26,5-i çıxsa 47 dərəcə olar. Demək, Bakıya günəş şüalarının maksimum və minimum düşmələri arasında belə deyək, dərəcə fərqi 47 dərəcə oldu. 10-cu sualda bizə deyir ki, eyni ölçülü kağız üzərində təsvir edilmiş xəritələrdən hansı daha az generalizasiyaya məruz qalar? Biz bilirik ki, əgər bütün burada verilmiş xəritələr tərtib olunarkən hamısında eyni ölçüdən istifadə edilmişsə, bu zaman təbii ki, hansı ərazinin sahəsi daha böyükdürsə, orada ümumiləşmə, generalizasiya daha çox olacaq. Verilənlər arasında sahəsi ən kiçik olan ərazinin isə generalizasiyası daha az olacaqdır. Bizdən də generalizasiyanın daha az olduğunu soruşur deyə, yəni ümumiləşmə hansında daha az olar soruşursa, təbii ki, burada verilənlər içində ən kiçik sahəyə malik olan ərazini tapırıq. Təbii ki, verilənlərin hamısına diqqətlə baxsaq, Abşeronun xəritəsinin, yəni Abşeronun ərazisinin daha kiçik olduğunu müəyyən eləyə bilərik. Ona görə də sualımızın düzgün cavabı D bəndi. 11-ci sual. Qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü məntəqə ilə 21 martda günəş şüalarının günorta vaxtı 20 dərəcə bucaq altında düşdüyü şimal enliyi arasında ən qısa məsafə miqyası 1 bölünsün 20 milyon miqyaslı xəritədə neçə santimetr olar? Baxın, biz ilk öncə burada müəyyən etməliyik ki, qütb ulduzu hər enliyə yəni hər enliyin öz dərəcəsi boyda düşür. Qütb ulduzu təbii ki 60 dərəcə bucaq altında harda görünər? 60 dərəcə şimal enliyində. Və 21 martda günəş ekvatorda zenitdə olduğu üçün hara 20 dərəcə bucaq altında düşər?
90 çıxılsın 20 bərabərdir 70 dərəcə. Yəni həm 70 dərəcə şimal enliyində, həm də ki 70 dərəcə cənub enliyinə 20 dərəcə bucağı altında düşə bilər. Lakin bizdən şimal enliyi soruşduğu üçün biz 70 dərəcə cənub enliyini nəzərə almırıq. 70 dərəcə şimal enliyindən söhbət gedir. Və biz bunlar arasında yenə məsafəni hesablasaq, ən qısa məsafədən söhbət gedir. 70-dən 60 çıxsaq 10 dərəcə olduğunu müəyyən edərik və meridian üzərində hesablayacaq deyə 10-u 111-ə vuraraq 1110 km məsafənin olduğunu müəyyən edə bilərik. Daha sonra keçək miqyas düsturumuza. Həqiqi məsafə bərabərdir xəritə üzərindəki məsafə vurulsun miqyasa. Həqiqi məsafəmizin yerinə 1110 km yazdıq. Xəritə üzərindəki məsafənin nə qədər olduğunu bilmirəm. Miqyasdan isə 5 sıfır atıb 200 olduğunu müəyyən edə bilərik. Və xəritə üzərindəki məsafənin də 5,55 cm olduğunu tapa bilərik. Sualımızın düzgün cavabı C bəndidir. Növbəti sual. Ekvatora xas olan xüsusiyyətləri müəyyən edin. Demək, ildə bir dəfə qütb gündüzləri müşahidə olunur. Ümumiyyətlə, ekvatorial ərazilərdə qütb gecələri, qütb gündüzləri olmur. Gecə-gündüzün adi növbələşməsi baş verir. Şimal tropik xətti ilə arasında ən qısa məsafə 2608,5 km-dir. Ekvator sıfırda yerləşir. Şimal tropik xətti isə 23,5-də. Bunların fərqi elə 23,5 dərəcə edir. Və bunu da 111-ə vursaq, deməli 23,5 vuraq 111-ə və bunlar arasındakı məsafənin 2608,5 km olduğunu müəyyən edə bilərik. Ona görə ikinci cavab tamamilə doğrudur. Günəş ildə 2 dəfə zenitdə olur. Bəli, ümumiyyətlə tropiklərin arasında istənilən bir nöqtədə günəş ildə 2 dəfə zenitdə olur. Fəsillər ayda müşahidə edilir. Təbii ki, bu tamamilə yanlışdır. Fəsillər ayda müşahidə edilə bilməz. Fəsillər bu ərazilərə günəşin il boyu düşmə bucağı böyük olduğu üçün fəsillər ayda müşahidə edilmir. Uzunluğu 40.076 km-dir. Bəli, ekvatorun biz bilirik ki, ekvator paralelinin uzunluğu 40.076 km-dir. Bu tamamilə doğru fikirdir. Radiusu 6500 km-dir. Xeyr, radiusu 6500 km-də təbii ki, bərabər deyil. Bu yanlış cavabdır. Deməli, verilən cavabları diqqət yetirsək, ikinci, üçüncü və 5-ci cavabın düzgün olduğunu müəyyən edə bilərik. Növbəti sualımıza baxaq. Deyir ki, yay gün dönümü üçün səciyyəvidir. Biz bilirik ki, yay gün dönümündə Günəş 23,5 dərəcə şimal enliyində, yəni şimal tropikində zenitdə olur və bu zaman şimal yarımkürəsinə təbii ki, günəşin düşmə bucağı çoxaldığı üçün şimal yarımkürəsində yay fəsli başlayır. Ona görə bir tamamilə doğrudur. Şimal yarımkürəsində gecə və gündüz bərabərləşir. Xeyr, təbii ki, günəş şimal yarımkürəsinə keçdiyi üçün şimal yarımkürəsində gündüzün uzunluğu gecədən daha uzun olmalıdır. Günəş ekvator üzərində zenitdə olur. Xeyr, günəş demək şimal tropik üzərində zenitdə olmalıdır. Bakı şəhərinə günəşin düşmə bucağı 73,5 dərəcədir. Bəli, bayaq hesabladıq. Elə bu vaxt Bakıya günəşin düşmə bucağı maksimum 73,5 dərəcə olur. Günəş cənub yarımkürəsini daha çox işıqlandırır. Xeyr, cənub yarımkürəsini daha çox yox, daha az işıqlandırar. Ona görə sualımızın düzgün cavabı 1 və 4 olacaqdır. 14-cü sualımız çox sadə bir sualdır. Qeyd edilir ki, 23 sentyabrda günəş harada zenitdə olur? Təbii ki, 23 sentyabrda günəş ekvator üzərində zenitdə olur. Növbəti 15-ci suala baxaq. Demək, daxili planetlər, xarici planetlər bizdən uyğunluğu istəyir. Günəş ətrafında daha tez dövr edirlər. Biz bilirik ki, daxili planetlər günəşə daha yaxın olduqları üçün, yəni onların orbitləri daha qısa olduğu üçün günəş ətrafında daha tez dövr edirlər. Tamamilə doğrudur. 1-ə A gedəcək. Günəşdən daha uzaqda yerləşirlər. Təbii ki, günəşdən daha uzaqda yerləşənlər xarici planetlərdir. Öz oxu ətrafında daha tez dövr edirlər. Biz bilirik ki, xarici planetlər günəş ətrafında gec dönsələr də öz oxu ətraflarında daha tez dövr edirlər. Ölçüləri nisbətən daha kiçikdir. Təbii ki, bunlar daxili planetlərin ölçüləri nisbətən daha kiçik olacaqdır. Ona görə 1-ə AD, 2-ə isə BC cavabı tamamilə doğrudur. 16-cı sualımıza baxaq. Qeyd edir ki, bizə kəsmə yüksəkliyi 10 metrə bərabər olduğunu nəzərə alsaq,
Sxemdə təsvir olunan təpənin ətəyi ilə zirvəsi arasında hündürlük fərqini tapın. Deməli, kəsmə yüksəkliyi bizə verib 10 metr. Kəsmə yüksəkliyi bizə 10 metr veribsə, ilk horizontal kəsmə yüksəkliyinə bölünən mütləq hündürlüyə ən yaxın ədəd və onun həmin mütləq hündürlüyündən kiçik, ona yaxın kəsmə yüksəkliyinə bölünən ədəd təbii ki olacaq 210 metr. Daha sonraki horizontalları isə kəsmə yüksəkliyi qədər azaltmalıyıq. Demək olmalıdır 210, 190 və 180. Bizə deyir ki, təpənin ətəyi ilə zirvəsi arasındakı hündürlük fərqini tapın. Biz bilirik ki, zirvənin uzunluğu, hündürlüyü daha doğrusu üzr istəyirəm, 213 metr. Ən aşağı horizontalın hündürlüyü, yəni ətəyin hündürlüyü isə 180 metrdir. Və bunlar arasındakı fərqin 33 metr olduğunu hesablaya bilərik. 17-ci suala baxarıq. Günəş 20 dərəcə şimal enliyində zenitdə olarkən günorta vaxtı hansı enliklərdə yerləşən cisimlərin kölgəsi şimala yönələr? Bunu da biz müəyyən etmək üçün gəlin yer kürəmizi çəkək. Bu bizim ekvatorumuz olsun və 20 dərəcə şimal enliyimiz olsun. Biz bilirik ki, kölgə ilə Günəşin görünmə istiqaməti tamamilə tərs mütənasibdir. Yəni, Günəş əgər şimaldan görünürsə, kölgə cənuba yönəlməlidir. Və yaxud da Günəş bizdən cənubdadırsa, deməli, kölgə şimala yönəlməlidir. İndi, əgər günorta vaxtı kölgə şimala yönəlirsə, deməli, verilmiş məntəqə 20 dərəcə şimal enliyindən daha şimalda olan məntəqə olmalıdır ki, Günəş onlardan cənubda görünsün, kölgə də şimala düşsün. Təbii ki, verilənlər içərisində biri 30 dərəcə şimal enliyi ola bilər. Çünki 30 dərəcə şimal enliyi 20 dərəcə şimal enliyindən daha şimaldadır. 40 dərəcə şimal enliyi ola bilər. Çünki 40 dərəcə şimal enliyi 20 dərəcə şimal enliyindən daha şimaldadır. Və təbii ki, 52 dərəcə şimal enliyi ola bilər. 52 dərəcə şimal enliyi də 30 dərəcə şimal enliyindən daha doğrusu 20 dərəcə şimal enliyindən daha şimaldadır. Ona görə də sualımızın düzgün cavabının 1, 3 və 4 olduğunu müəyyən edə bilərik. 5 və ikinci cavabda göstərilən 10 dərəcə cənub enliyi və 12 dərəcə şimal enliyi isə 20 dərəcə şimal enliyindən daha cənubda yerləşdikləri üçün bu məntəqələr Günəşi günorta vaxtı özündən şimalda görəcəklər. Günəşi özündən şimalda gördükləri üçün kölgə də cənuba yönələcək. Ona görə kölgəsi şimala yönələn coğrafi enliklərə biz 30 dərəcə şimal enliyin, 40 dərəcə şimal enliyin və 52 dərəcə şimal enliyin aid olduğunu müəyyən edə bilərik. 18-ci suala baxarıq. Bu da çox sadə bir sualdır. Azərbaycan hansı işıqlama qurşağında yerləşir? Təbii ki, Azərbaycan mülayim işıqlama qurşağında yerləşir. Biz bilirik ki, mülayim işıqlama qurşağı, şimal mülayim işıqlama qurşağında tam dəqiq desək, şimal mülayim işıqlama qurşağı. Biz bilirik ki, Azərbaycan, daha doğrusu mülayim işıqlama qurşağı, yəni şimal mülayim işıqlama qurşağı 23,5 dərəcə şimal enliyi ilə 66,5 dərəcə şimal enliyi arasında yerləşir. Və Azərbaycan da yəni sırf Bakı şəhərini desək, Bakı şəhəri 40 dərəcə şimal enliyində yerləşdiyi üçün fərq yoxdur. Yəni Azərbaycan özü də 23,5 dərəcə şimal enliyi ilə 66,5 dərəcə şimal enliyi arasında yerləşdiyi üçün təbii ki, şimal mülayim işıqlama qurşağına düşür. 19-cu suala baxaq. Deyir ki, yay gün dönümündə Günəşin şimal yarımkürəsinə 73,5 dərəcə bucaq altında düşdüyü məntəqədən cənub istiqamətində 4440 km məsafə qət etsək, hara çatarıq, yəni hansı enliyə çatarıq və bu ərazilərini təsvir edərkən hansı proyeksiyadan istifadə etmək məqsədə uyğundur? Təbii ki, yenə də biz ekvatorumuzu qeyd etdik. Günəşin zenitdə ola biləcəyi məntəqələri qeyd edək. Və təbii ki, Günəş yay gün dönümündə hara 73,5 dərəcə bucaq altında düşür. Biz bayaqki hesablamalarda bunun Bakı şəhəri, yəni 40 dərəcə şimal enliyi olduğunu müəyyən etmişik. Gəlin və yaxud da yenə hesablayaq. 90 çıxılsın. Verilmiş məntəqəmizin hansı olduğunu biz bilmirik. A yazıram. Plus minus yay gün dönümündə Günəş 23,5 dərəcə şimal enliyində zenitdə olur. Bərabərdir. Günəşin düşmə bucağı 73,5. A plus minus 23,5 şimal enliyi bərabərdir, demək 26,5 dərəcəyə. Düzdürmü? 26,5 dərəcəyə. Biz burada təbii ki, bizdən şimal yarımkürəsi istədiyi üçün şimal yarımkürəsində yerləşən
məntəqə deyir. Şimal yarımkürəsini bizdən istədiyi üçün 23,5 dərəcədə şimal enliyində yerləşdiyi üçün biz burada plus götürə bilmərik. Çünki A da Günəşin zenitdə olduğu məntəqədə şimal yarımkürəsində yerləşir. Ona görə A çıxılsın 23,5 bərabərdir 26,5 və A-nın 40 dərəcə şimal enliyi olduğunu müəyyən edə bilərik. Bizdən cənubi enliyi desəydi, yəni cənub yarımkürəsində olan bir məntəqə desəydi, o zaman A plus 23,5 ilə hesablayardıq. Amma bizə belə də şimal yarımkürəsi dediyi üçün, Günəşin zenitdə olduğu məntəqədə şimal yarımkürəsində olduğu üçün biz bilirik ki, bu zaman çıxmadan istifadə edirik. Və 40 dərəcə şimal enliyi ilə 4440 km cənuba doğru gəlirəm. Mən cənuba doğru gələcəmsə, təbii ki, meridian üzərində hərəkət etməliyəm. Ona görə də 4440 km 111-ə bölsəm, bunun 40 dərəcə olduğunu müəyyən edə bilərəm. 40 dərəcə şimal enliyi ilə cənuba doğru 40 dərəcə hərəkət etsəm, təbii ki, gəlib 0 dərəcəyə, yəni ki, ekvatora çataram. Ekvator, bizim çatacağımız ərazi ekvatordur. Və ekvatoral ərazilərin tərtib edilməsində təbii ki, biz silindrik proyeksiyadan istifadə etsək daha məqsədə uyğun olar. Çünki biz bilirik ki, silindrik proyeksiyada yer səthi, silindir boyu, yəni ekvator boyu ərazilərdə silindirə toxunur və ekvator boyu ərazilərdə təhrif demək olar ki, olmur. Amma ekvatordan uzaqlaşdıqca təbii ki, təhrif artır. Ona görə sualımızın düzgün cavabı deməli olmalıdır ekvator və silindrik proyeksiya. Növbəti sualımıza baxaq. Azərbaycanın bir bölünsün deməli, Azərbaycanın bir bölünsün 600 min miqyaslı torpaq xəritəsinin miqyasına və məzmununa görə hansı qrupa aid olduğunu müəyyən edin. Biz bilirik ki, miqyasına görə xəritələr 3 qrupa bölünür. Böyük miqyaslı bir bölünsün 10 mindən bir bölünsün 200 minə qədər olanlar böyük miqyaslı idi. Orta miqyaslı 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olanlar idi. Kiçik miqyaslı isə 1 bölünsün 1 milyon və ondan daha kiçik olanlar deməli olurdu kiçik miqyaslı. İndi biz burada diqqət yetirsək 1 bölünsün 600 minin 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyon arasında yerləşdiyini müəyyən edirik. Ona görə miqyasına görə bu xəritə olacaq orta miqyaslı və söhbət sadəcə bir mövzudan, torpaqdan gedirsə, biz demişdik ki, yalnız bir mövzudan söhbət gedirsə, burada təbii ki, tematik, məzmuna görə də tematik olduğunu müəyyən edə bilərik. Deməli, miqyasına görə orta miqyaslı, məzmununa görə isə tematik xəritə olacaqdır.